Tamam. Gəlsən o zaman başlayaq. Çoxluq. Deməli, yenə bir kiçik bir giriş eləyək. Bu 33 gündə tam təkrar marafonunun 4-cü günü videosudur. Çoxluq mövzusunu keçirik. Çoxluqdan bəzən sual gəlir, bəzən sual gəlmir. İndi burada baxanda görəcəksiniz hansı illərdə suallar var. Çox da çətin olmuş suallar. Daha qəşəng suallar soruşula bilər. Çox da çətin olmuş. Baxın görün 15 dənə sual var. Bunların bir neçəsini mən özüm hazırlamışam. Bunları nəzərə alanda bəzən sual olacaq, bəzən olmayacaq. Amma indi biz işi şansa buraxa bilmərik. Məcburən nə edəcəyik bunu? Qəşəng keçəcəyik. Çoxluq riyaziyyatın ilk anlayışı olduğuna görə ona tərif verilmir. Birbaşa, yəni buraxılış səviyyəsində yox, blok səviyyəsində bu dərsə başlayırıq. İndi nəzərə alın ki, buradakı sualların bəziləri, məsələn, bax bu sual, buraxılış qəbul imtahanında qabağımıza çıxmış sualın oxşarıdır. Bəziləri isə, məsələn, əgər il yoxdursa, onları ora mən əlavə eləmişəm. Təbii ki, çalışmışıq ki, çoxluq haqqında nə qədər vacib məlumat varsa, hamısını bu PDF-də toplayaq. Məncə bacarmışam. İndi başlayaq. Birinci, deməli bir A çoxluğu görürsünüz uşaqlar. A çoxluğun elementləri hansılardır? 1, 3, 7, A və B. Deyirik ki, çoxluğu təşkil edən obyektlər çoxluğun nələridir? Elementləridir. İndi NA bərabərdir 5. NA bərabərdir 5 yazılışına nə anlama gəlir? A çoxluğun neçə elementi var? 5 elementi var. 1 daxildir A'ya. Dediyim kimi oxunur və ya 1 mənsubdur A'ya. Belə oxunur. İkinci variant daha qəbul edilən variantdır. İndi biz o detallara yemirik də. 1 A'ya mənsubdur. 8 A'ya mənsub deyil. Yəni 8 A'nın bir elementi deyil. Baxın, hətta burada belə bir şey deyə bilərəm. Məsələn, sizdən soruşuram, bu yazılış doğrudurmu? Bəli. Xeyr, bu yanlışdır. Çünki bu o anlama gəlir ki, A çoxluğun içərisində 3 çoxluğu var. Varmı? Yoxdur. 3 element olaraq var, amma çoxluq olaraq yoxdur. Deməli, bu doğru deyil. Yəni, bu verilən üçün bu doğru deyil. Aydındır? Bəs bu doğrudurmu? Bəli. Bu nə anlama gəlir? Bu deməkdir ki, bu çoxluq bunun alt çoxluğudur. Bəli, bu doğrudur. Çünki bu çoxluğun elementi həqiqətən də bu çoxluğa mənsubdur. Aydındır? Belə detallardan yəqin sual gəlməz, narahat olmayın. Görün nə demiş uşaqlar. Yəni, bu tərifi bəlkə də ömrünüzdə ilk dəfədə düz görürsünüz. Deyir ki, A və B çoxluqlarının bütün ortaq elementlərindən və yalnız onlardan ibarət çoxluğa A və B çoxluqlarının nəyi deyilir? Kəsişməsi. Əsasən hətta topluda da sual var. Deyir ki, A və B-nin ortaq elementlərindən ibarət çoxluğa A və B-nin nəyi deyilir? Kəsişməsi. Amma bir balaca zəkası olan insan bu tərifin doğru tərif olmadığını hiss edə bilər. Gəlin kiçik bir nümunə verək. A çoxluğun elementləri 1, 2, 3 olsun. B çoxluğun elementləri 1, 2, 3, 7, 9 olsun. Mənə deyin görün. Yeni bir C çoxluğu qururam. C çoxluğun elementləri, götürürəm uşaqlar C'nin elementlərini 1 və 2. C çoxluğu A və B-nin kəsişməsidirmi? Niyə kəsişməsi deyil? Çünki 3 yoxdur. Halbuki onların verdiyi tərif necədir? Deyir ki, A və B çoxluqlarının ortaq elementlərindən ibarət çoxluq. Bəs C çoxluğu A və B-nin ortaq elementlərindən ibarətdirmi? Bəli, şərti ödəyirmi? Ödəyir. Demək ki, o tərif doğrudur. Əslində necə olmalıydı? A və B çoxluqlarının bütün ortaq elementlərindən. Burada bir dənə nə var uşaqlar? Seyirli kəlmə var, o da nədir? Bütün ortaq elementlərindən və yalnız onlardan ibarət olan çoxluq. Yəni tamam, bütün ortaq elementlər olsun. Məsələn, kim olsun? 1, 2, 3 olsun. Amma burada bir dənə də 4 olsun. Oldu mu? Olmadı. Ondan və yalnız onlardan, başqasını da istəmirəm. Və yalnız onlardan ibarət çoxluğa deyir A və B çoxluqlarının nəyi? Kəsişməsi. Görürsünüz? Bəli. Bunu da riyazi olaraq belə göstərək uşaqlar. A ilə B-nin kəsişməsi nə olacaqdır? X-lərdən təşkil olunacaqdır. Bax, bunu belə oxuyacağıq. Belə ki, A mənsubdur, X mənsubdur A-ya və demək nə demək? Yəni həmçinin X mənsub olsun nəyə? B-yə. Onda deyəcək ki, bu çoxluq nədir? A və B-nin nəyidir? Kəsişməsidir. İndi görək nə deyir? A ondan kiçik sadə ədədlər çoxluğu. Həmən A çoxluğunu yazaq uşaqlar. Ondan kiçik sadə ədədlər. Kim var? 2, 3,
5, 7, başqa yoxdur. B 12-nin natural bölənləri çoxluğudur. 12-nin natural bölənlərini yazır. Hansıdır? 1, A, 6, 12. Deyir A və B-nin kəsişməsinin elementlərinin sayını tapın. A və B-nin kəsişməsi hansıdır? Bütün ortaq elementlər. 2, 3, başqa varmı? Yoxdur. Neçə dənədir sayı? 2 dənə. Aydındır? Yaxşı. Kəsişməyə əlaqəli uşaqlar biraz daha dərinə yenək. NA bərabərdir X. Nə deməkdir? Yəni A çoxluğunun neçə dənə elementi var? X dənə. NB bərabərdir Y. B çoxluğunun neçə elementi var? Y dənə. Tutaq ki, X və Y-dən nədir? Böyükdür. Gəlin biz də qıraqda özümüz üçün bir dənə A çoxluğu quraq. Elementləri olsun 1, 2, 3, 4. Yəni A-nın neçə elementi var? 4. Bir dənə də B çoxluğu quraq. Elementləri olsun ulduz, ulduz, ulduz. Neçə elementi var bunun? Amma kim olduğunu bilirəmmi? Bilmirəm. 1, 2, 3, 4 ola bilərmi bunlardan biri? Amma olmaya da bilər. Doğru mu? İndi gəlin görək nə deyir? Deyir A ilə B-nin birləşməsində element sayı nə olsun? Z. Baxın, birinci gəlin maksimum Z-i axtaraq. Z-in maksimum dəyəri nə ola bilər? Mən ən çox nə olmaq? Bəli, verilən örnəyə görə ən çox neçədir? 3. Çünki kiçik sayda elementə malik olan kimdir? B çoxluğudur. B çoxluğunun neçə elementi var? 3. Bəli, B-nin elementlərinin hamısı, yəni bu ulduzlar var, bu ulduzların hamısı kimlərdən olsun? A-nın elementlərindən. Məsələn, biri 1 olsun, biri 3 olsun, biri 4 olsun. Dolayısıyla B-A-nın nəyi olsun? A çoxluğunda maksimum qiymət alacaq. Demək ki, maksimum Z nəyə bərabərdir? 3-ə yoxsa uşaqlar, bu konseptin içində cavab verin. Y-ə, kiçik olana. Aydındır? İndi minimum. Minimum nədir? Ortaq elementlərin sayı ən az olsun. Ən az nə olar? Heç biri ortaq olmaz. Bu ulduzlar var, ulduz 2, 3. Bu ulduzun heç biri 1, 2, 3, 4 ilə üst-üstə düşməz. Biri 6 olar, biri 7 olar, biri 9 olar. Kəsişmə varmı? Yoxdur. Nədir onda ən az? 0. Demək uşaqlar, ən az nə olur? Kəsişmə 0. Ən çox o element sayı kiçik olana nə olur? Bərabər olur. Yaxşı. Görək 2021-də nə soruşulur uşaqlar? 2021. A çoxluğunun elementlərinin sayı 7. Həmən bura yazıram uşaqlar. NA nəyə bərabər imiş? 7-yə. B çoxluğunun elementlərinin sayı 27. NB nəyə bərabər imiş? 27-yə. Onların kəsişməsi boş çoxluqdan fərqlidir. Yəni uşaqlar A ilə B-nin kəsişməsi boş çoxluq deyil. Boş çoxluqdan fərqlidir nə deməkdir? Ən az bir ortaq element var. Ən az bir ortaq element var. Deyir A və B-nin kəsişməsinin elementlərinin sayı neçə fərqli qiymət ala bilər? İndi gənclər, ən çox neçə olar ki? 7 fərqli. Ən çox 7. Yəni A-nın elementlərinin hamısı B-də olarsa ən çox 7. Bəs ən az? 1. 1. Çünki boş çoxluqdan fərqli axı kəsişmə. Ən az biri var. Onda nədir cavabımız uşaqlar? 1-dən 7-yə. Yəni 7-dən. Sıradakı. Deyir ki, A və B çoxluqlarının hər hansı birinə daxil olan bütün elementlərdən və yalnız onlardan ibarət çoxluğa A və B çoxluqlarının nəyi deyilir? Birləşməsi deyilir. Nəymiş birləşmə? A və B-dən hər hansı birinə daxil olan bütün elementlər və yalnızca onlar, digərləri yox və yalnızca onlardan ibarət çoxluğa nə deyirik? A və B çoxluqlarının birləşməsi deyirik. Nətər baxırlar, deyirlər, indiyə qədər səhv edilmişim. Təəssüf ki, uşaqlar elədir. Yaxşı, indi bu birləşməni özümüzdən yazaq. Çox bəsit bir şeydir. A ilə B-nin birləşməsi bərabərdir nəyə? X-lərə. Bu nətər oxunurdu uşaqlar bu? Belə ki, X daxil olsun A-ya və ya X daxil olsun nəyə? B-yə. Bu arada bu və yanı həyatdakı və ya kimi anlamayın da. Biz daha çox və ya deyəndə nə nəzərdə tuturuq? Yəni, riyaziyyat və ya fizika. Yəni, ikisindən biri. Halbuki burada biz və ya deyəndə onu nəzərdə tuturuq. Və ya deyəndə nə nəzərdə tuturuq? Riyaziyyat ya da fizika ya da riyaziyyat ya da hər ikisi. Və ya bu anlama gəlir. İkisindən biri belə anlamına gəlsə, indi bizim dilimizdə ona qarşılıq gələn söz yoxdur da, təəssüf ki. Və ya nə deməkdir? Yao. Tamam, aysa. Və ya deyəndə nəzərdə tutduğumuz nədir? İkisindən biri ya da hər ikisi. İkisindən hər hansı biri ya da hər ikisi. Yəni, A-ya daxildir və ya nəyə daxildir? B-yə, hər ikisi də daxil ola bilər təbii ki. Və hamısı, onların hamısı. Bir qismi yox, onların hamısı və onlardan başqa da element istəmirəm. Onda və genel olaraq uşaqlıqdan öyrənməsiniz. Necə eləyirik, A və B-ni necə birləşdiririk? Element sayı çox olanları yazırıq, az olana baxırıq, olmayan varsa ora nə edirik? Əlavə edirik. İndi gəlin görək nə deyir.
kəsişməsi boş çoxluq olmayan A və B çoxluqlarından, deməli 2 dənə çoxluq var uşaqlar A ilə B. A ilə B-nin kəsişməsi boş çoxluq deyil. Yəni nə demək ki boş çoxluq deyil? Heç olmasa onların bir dənə ortaq elementi var. A-nın 6, B-nin 8 elementi var. Həmən yazıram uşaqlar. NA nəyə bərabərdir? 6-ya. NB nəyə bərabərdir? 8-ə. A birləşsin B-nin ən çox neçə elementi ola bilər? İndi normalda mən nə düşünürəm? Deyirəm ki, A birləşsin B-nin ən çox neçə elementi olar? Birincisi zaten element sayı çox olanı yazacağım. 8 element var mı? Gedəcəm, baxacağım A çoxluğuna. A çoxluğunda ortaq olmayan elementləri ora nə edəcəm? Əlavə edəcəm. A-nın neçə elementi var? 6. Heç olmasa biri ortaqdır. Demək ki, mən o digər 5 dənəsini fərqli düşünə bilərəm. Cavab neçədir onda uşaqlar? 13. Aydındır? Bəli, 6 plus 8 çıx 1, cavab nə olacaq uşaqlar? 13. İndi bunu daha da genişləndirək. Deyir ki, NA X-ə bərabər olsun. Yəni A-nın neçə elementi var? X. Özümüzdən də burada bir dənə nümunə verək. A-nın elementləri 1, 2, 3 olsun. B-nin də elementləri uşaqlar ulduzla ulduz olsun. 2 dənə element var, üstü bağlıdır da. Nə olduğunu bilmirik. İndi NB Y-ə bərabərdir. Yəni B-nin neçə elementi var? Y və tutaq ki, X Y-dən kiçikdir. Yəni bizim çoxluğumuzda da A-nın elementlərinin sayı daha nədir? Çoxdur. Baxın görün. Hə. Birləşməsi Z olsun. İndi baxın. A ilə B-nin birləşməsində nə edirik? Zaten A-dakı hamısını yazırıq mı? Yazırıq. İndi ən az olmasını istəyəndə mən nə düşünəcəm? Ən az olmasını istəyirəmsə nə düşünəcəm? A-B'dən. Bəli, ulduzlar bunlarla eynidir. Yəni biri 1-dir, biri 3-dür. B-yanın alt çoxluğu. Onda ən az olanda nə olacaq uşaqlar? Ən az minimum olanda elə bərabər olacaqdır nəyə? A-nın özünə. Yəni orada B-dən heç birini əlavə etməyəcəm. Onda ən az element sayı çox olana bərabər olur. Demək ki, ən az neçə oldu uşaqlar burada? Əslində burada X deyil. Burada nə olacaq uşaqlar? Y. Element sayı çox olan. Harda? Ha, olsun da burada ona göre de Y olmalı da. Hatta B'de çoxdursa B'ni əlavə edəcəm da. Birinci B'ni yazacağım. Yox, mən bunu məsələ söylədim də anlamaq üçün. Onu şeydən, konseptdən ayrı tutun, o heç. İndi bu tərəfdən danışırıq. Burada nə olmalıydı? Y olmalıydı. Yəni ən az nəyə bərabər olur? Elementlərinin sayı ən çox olana. Yaxşı, ən çox da nə düşünərəm? Düşünərəm ki, A və B'nin elementlərinin heç biri ortaq deyil. Heç biri ortaq deyilsə, onda bu maksimum nəyə bərabər olar? Maksimum elə hər ikisinə. Yəni nəyə? NA üstə gəlinsin, NB-yə, düzdür? Bəli. Onda nə olacaq uşaqlar bu? Maksimumda X plus Y olacaq. Görək nə deyil? Deyir, A çoxluğunun bütün elementləri həm də B çoxluğunda mövcuddursa, A-ya B-nin alt çoxluğu deyilir. Və necə göstərilir? Belə göstərilir. Nə tər oldu? A-nın bütün elementləri əgər B-yə mənsubdursa, onda deyilir ki, A-B-nin nə idi? Alt çoxluğu. İndi nə vaxt deyilir ki, A-B-nin alt çoxluğu deyil? Ən az biri belə fərqlidirsə. Allah olsun bax. Adam böyle düşünəndə hər şey tapılır, görsən. Bəli. Bunun inkarı bu deyil də. Məsələn, mən deyirəm ki, hər kəs riyaziyyatı sevir. Bu fikrin inkarı nədir? Ən az bir nəfər. Bəli. Elə bir nəfər var ki, o riyaziyyatı sevir. Yəni bu fikrin inkarı bu deyil. Heç kəs riyaziyyatı sevir. Bunun inkarı deyil. Aydındır? Yəni mən A, B-nin alt çoxluğu deyildir deyə bilməyim üçün şərt o deyil ki, A-nın elementlərinin heç biri B-də olmasın. Şərt nədir? Heç olmasa biri B-də olmasın. Aydındır? Ona görə də çox bəhs etdi. Demək ki, A, B-nin boş çoxluğu deyil, o deməkdir ki, A-nın elementlərindən heç olmasa biri B çoxluğunda yoxdur. İndi görək nə deyim uşaqlar? 4-cü sual. Biri digərinin alt çoxluğu olmayan A və B çoxluqları üçün. Yəni, A çoxluğu B-nin alt çoxluğu deyil, B çoxluğu da A-nın alt çoxluğu deyil. Bu o anlama gəlir ki, Ana B-dən 5. bəli, A-da B-dən, B-də də A-dan fərqli element mövcuddur. A-da B-dən, B-də də A-dan fərqli element mövcuddur. A ilə B-nin birləşməsi neçədir? 5. Deyir ki, onda B çoxluğunun ən çoxu neçə elementi ola bilər? 4. B çoxluğunun ən çoxu neçə elementi ola bilər? Yaxşı. 4. Niyə 4 düşünürsünüz? Kəsişməsi sıfır ola bilər. Kəsişmə sıfır ola bilər. NA-da 1. NB-yə də 5-4 olar. Gəlin, Eylerbenlə bu sualı daha rahat eləyərik. Baxın, bu bizim nəyimiz olsun? A çoxluğu. Bu bizim nəyimiz olsun? B çoxluğu. Bizə dedi ki,
Heç olmasa burada A-da B-dən fərqli bir element var. B-də də A-dan fərqli bir element var. Və bunların birləşməsi neçədir uşaqlar? Birləşməsi 5-dir. Onda burada neçə element olacaq? 3. Onda A-nın, nə soruşdur? B-nin ən çoxu neçə elementi ola bilər? 4. İndi biz burada 1-1 yazma səbəbimiz nədir? Bu ola bilsin ki, burada 2 olsun ha. Burada 2 olsa onda bu neçə olacaqdı uşaqlar? 2 olacaqdı. Yenə 4 olacaq. Onda bu 2 olsa bu 1 olacaqdı. İndi nə olur? 3 olur. Ya da hətta belə də ola bilərdi. Bu 0 olardı, bu 3 olardı. Nə olardı? 2. Hətta belə də ola bilərdi. Bu 4, bu 1, bu 0. Amma ən çox dediyinə görə biz hansı versiyaya baxdıq? Bir dəqiqə. Yox, bu olanmazdı. Son dediyim olanmazdı. Bu ola bilərdi, bayaq Son dediyim. 4 1 olmaz. Bəli, 4-0-0 şey olanmaz da. Bu ola bilməz. Bəli, 4-1-0 olanmaz. Niyə? Çünki heç olmasa bir element olmalıdır. Bəli. Onda bu olardı. Ən az bura 1-in qoyuruq. Burada da 1-i mütləq var. Bura neçəsi qalır uşaqlar? 3-ü. Demək ki, B-nin ən çox neçə elementi ola bilər uşaqlar? 4. Aydındır? Bəs B-nin elementlərinin sayı neçə fərqli qiymət alar? Bu belə olsa bu daha qəşəng sual olardı, düzdürmü? Deyin görün, B-nin elementlərinin sayı neçə fərqli qiymət alar? NB neçə ola bilər? Məsələn, 5 ola bilərmi? Xeyr. NB-nin 5 olması nə anlama gəlir? NA-nın olmaması. NB-nin 5 olması o demək ki, A ilə B-nin birləşməsi nəyi verir? B-nin. A ilə B-nin birləşməsi nə vaxt B-ni verir? A B-yə daxil A olmalı. B-nin ad çoxluğu olacaq. Bəs A B-nin ad çoxluğu mu? Deyil. Demək ki, 5 olanmaz. Zaten 5 olanmadığına görə ən çox neçə götürürük? 4. 4 olar. 3 olar mı? Olar. 2 olar mı? Olar. 1 olar mı? Olmaz. 1 olar mı? Olar da. Niyə Olar, olmur ki? olar. Bu 0, bu 4 olar da. Olar. 1 olar. 0 olar mı? Olmaz. Olmaz. Demək neçə fərqli qiymət ala bilər? Yox, 4. 4 3 4 dənə. Yəni uşaqlar çox qəşəng suallar soruşula bilər. Və bu yoruma açıq bir sualdır, gözəl sualdır. Yaxşı. 7 sıradakı A çoxluğunun elementlərinin sayı n olsun, K da n-dən kiçik bərabər bir ədəd olsun. A-nın K elementli A çoxluqlarının sayı nə tər hesablanırdı? Kombinezon n elementdən K. Xatırlayan uşaqlar, kombinezon n elementdən K nə deməkdir? N faktorial bölünsün, n K faktorial vurulsun, K faktorial. N faktorial bölünsün, n K faktorial vurulsun, K faktorial. Aha. Sonra gənclər, sonra bütün ad çoxluqlarının sayı nəyə bərabərdir? 2 üstü n-ə. Bunun daha rahat versiyasını da göstərək. Məsələn, 10 elementdən 3-ü necə hesablayırdıq? Ondan geriyə sayırdıq. 10, 9, 8 bölünsün, 1, 2, 3. 10 vur 9 vur 8. Zəng gəldi. Zəng gəlir, söndür. O videonu saxlayır. Getdim mən. Video davam. Video davam edir, bəli. Tamam. Görün uçaq modunu ata bilirsən. Üstdən belə yendirsən. Üstdən yendirsən. Oldu. Tamam. Aferin. Hə. Yaxşı. Gənclər aydındır. Tamam. 2023 görə nə deyir? Deyir A çoxluğunun 128 alt çoxluğu var. Həmən düşünürəm. A çoxluğunun alt çoxluqlarının sayı nə idi? 2 üstü n. Neçəyə bərabər imiş? 128-də. Demək ki, gənclər n neçədir? 7. Mən şəkillərinizin gözəlliyinə bax. N neçədir uşaqlar? 7. Nə soruşur? Onun 3 elementli alt çoxluqlarının sayını tapın. Yəni nəyi tapmaq istəyir? 7 elementli çoxluğun 3 elementli alt çoxluq sayını. Yəni kombinezon 7 elementdən 3. Nə tapırdıq? Biz də tapırdıq. Dərsə qulaq. Kombinezon 7 elementdən üstə tər hesablanacaq. 7 vur, 6 vur, 5 bölünsün, 1 vur, 2 vur, 3 cavab 35. Yaxşı. Sağ şəkildə orada B fərqi alınmalıdır. Sağ ol, paşam. Sağ ol. Bu oğlan oxuyur da. Bu da bizim oxumayanımız. Yaxşı. Gənclər, bu isə bizə nəyi verirdi? A və B-nin ortaq elementlərini simgəliyir. A ilə B-nin nəyi? Kəsişməsi. Bu isə nəyi verir? A-da olub, B-də olmayan hissə. Yəni A-nın B-dən fərqi. Bu isə nəyi verir? B-də olub, A-da olmayan hissə. Yəni B-nin A-dan fərqi. Tamamı da bəli, bizə nəyi verir? Birləşməli. Gəl görək bu nə deyir?
Deyir, A-da olub B-də olmayan elementlərin hamısından və yalnız onlardan ibarət çoxluğa A-nın B-dən nəyi deyilir? Fərqi. Demək ki, A-nın B-dən fərqi nələrdən təşkil olunubdur gənclər? X-lərdən. Belə ki, X daxil olmalıdır nəyə? A-ya və daxil olmamalıdır nəyə? B-yə. Yəni A-da olsun, amma B-də olmasın. İndi görək burada nə deyir? Deyir ki, NA 8-dir. Yəni A-nın neçə elementi var? 8. NB 7-dir. B-nin neçə elementi var? 7. A ilə B-nin birləşməsinin neçə elementi var? X, kəsişməsinin X, birləşməsinin Y, A-nın B-dən fərqli, Z, B-nin A-dan fərqli, T elementi olarsa. İndi bunları bir-birindən ayrı qiymətləndirəcək də elə bil ki. Eyni anda baxmırıq da buna. Çünki eyni anda bu mümkün deyil də. Minimum X-i soruşur. Birincisi. Minimum X. X ən az neçə olar? 0. A ilə B-nin heç ortaq elementi olmaz. Onda ən az neçə olar? 0. Maksimum Y-i soruşur. Nə vaxt maksimum Y olar? Bəli. Yenə heç ortaq elementi olmaz. O ikisinin cəmi maksimum olar. Neçə olar? 15. Minimum Z. Yəni Z nəydi uşaqlar? A-nın B-dən fərqi. A-da olub, B-də olmayan. Hamısı fərqli ola bilər. Yox, ən az soruşur. Ən az 7-si bərabər olsa belə, biri müddətli olacaqdır, fərqlənəcəkdir. Ən az neçədir? 1. Maksimum T. T-nin ən böyük, B-nin adı bəli. Ən çox B-nin 7 elementi var. 7-si də A-dan fərqli olur. Ən çox 7. Cavab nə olacaq? 23. İştiqlənmiş hissənin ifadəsini tapın. Bu hissə bizə nəyi verər uşaqlar? Bəli, A kəsişsin D. Birləşsin. Bu hissə nəyi verər? A kəsişsin C. Bəli, bu hissə nəyi verər? Birləşsin A kəsişsin B. Baxın görün belə bir cavab varmı? Deyəsən yoxdur. Amma bunlardan çıxan bir nəticə var. O da nədir uşaqlar? Hansı? Bəli, bəli, D variantı. A kəsişsin B birləşsin, C birləşsin D. Çünki bu nə deməkdir? A kəsişsin B birləşsin, A kəsişsin C, birləşsin, A kəsişsin. Bunu şey kimi anlaya bilərsiniz. Məsələn də, necə ki, vurma əməli toplamadan üstündür. A vurulsun B plus C-də nə olur? Əvvəl A-nı vuruq B-yə, sonra A-nı vuruq C-yə, sonra nə edir onları? Toplayırıq. Həmçinin A birləşsin, B kəsişsin. Bu arada belə bir şey demək istəmirəm ha. Kəsişmənin birləşməyə üstünlüyü yoxdur. Onlar bərabər hüquqlu əməllərdirlər, amma belə bu distributiv bir xassəsiyyətdə bu ödənir, sıxıntı yoxdur. Yəni burada nə edirsən? Oxşarlıq olsun deyə dedim bunu. Nə edirsən? A ilə B-ni birləşdirirsən, sonra nə edirsən? A ilə C-ni birləşdirirsən, sonra ortada kəsişmə olduğuna görə onları nə edirsən? Kəsişdirirsən. Eynən, onda bu, elə bu axtardığımız nədir? Nəticəni bizə verir. Cavab bəli uşaqlar, D variantı. Bərəmşəyin sual 8. İştiqlənmiş hissənin ifadəsini tapın. Düşünün görəm uşaqlar. B ilə C-nin kəsişməsi. B variantı. Ay sağ ol. B ilə C-nin kəsişməsi uşaqlar bizdə bu hissəni verər. O hissədən A-nı atsaq cavabımızdır da. Onda cavab nədir? A fərq B ilə C-nin kəsişməsi. Bunu başqa cürdə ifadə eləmək olar. Onu düşünün. Elə olmadı. S çıxılsın. Hayır. Bir dəqiqə, düz. Bəli. C variantı. B ilə C-nin kəsişməsindən A-nı atırıq. B ilə C-nin kəsişməsinin A-dan fərqi. Başqa cürdə ifadə eləmək olar. A fərq B birləşsin, A fərq C. C çıxar kəsişsin. C çıxar kəsişsin B. Aferin. C çıxar kəsişsin B. Yo. Mənim A fərq B birləşsin, A fərq C-dir. Yo. C-dən A-nın fərqi kəsişsin B. C-nin bəli. Bu da olar. Baxın bu da olar. C-nin A-dan fərqi kəsişsin B. Hə, C-nin A-dan fərqi aradır. Bunun tamamı, bunun B ilə kəsişməsi o hissəni verir. Biri də var. A-dan B-ni yoxsa B-dən A? Bəli, aferin. B-nin A-dan fərqini, B-nin A-dan fərqi aradır. Uşaqlar buralardır, onun C ilə kəsişməsi. B-nin A-dan fərqini nə ilə kəsişməsi? C ilə kəsişməsi. Bir neçə doğru var da burada. Yaxşı. İndi gəldik bura. Deməli, uşaqlar, A çoxluğunu görürsünüz. Bu hissə bizə nəyi göstərir? A-nın B-dən fərqi. Bu, B-də olmalı olmayanlar, B-nin A-dan fərqi. Bu isə A ilə B-nin kəsişməsi.
Tamamı bizə nəyi verəcəkdir? A ilə B-nin birləşməsini. Onda NA birləşsin B. Məryəm xanım, boş adamı sevmirəm, hamı işləyəcək. Fidan xanım, nəsə yazın. Boş durmayın. Boş durmaq, boş durmaqdan iyidir. Gördüm ki, iş yoxdur, çay dəyik. Aferin. Fərqli cür yazmaq olar mənim. Nətər yazmaq olur ürək? MA plus MB üstədən MA kəsin. Her şeyde biliyorsun. Sağ olun. Ha. Sizin sayınız. Sağ ol. Yaxşı. İndi ürəklər. Nə oldu A ilə B-nin birləşməsi? Bu hissə, bir də bu hissənin toplamı. Görək nə deyir? Deyir, paragrafa əsasən A ilə B-nin kəsişməsinin elementlərinin sayını tapın. Allah, tərsə qulaq as. Bəzdir. İndi A-nın B-dən fərqi neçədir uşaqlar? 6. B-nin adam fərqi 4. Birləşmə neçədir? 10. İndi düsturu öyrəndik. A ilə B-nin birləşməsi bərabərdir. A fərq B, üstə gələnsin B fərq A, üstə gələnsin A ilə B-nin nəyi? Kəsişməsi. İndi birləşməni bizə neçə veribdir? 10. A fərq B neçə verib? 4. O birini neçə verib? 6. Onda məcbur ona olacaq uşaqlar? 0. Demək A ilə B-nin kəsişməsi elementlərin sayı neçədir uşaqlar? 0. Sıradakı diaqrama əsasən deyir, A çoxluğun elementlərinin sayını tapın. İndi A ilə B-nin kəsişməsi neçə elementi var? 3. Bax, bunu gəlin element çəkək. A ilə B-nin kəsişməsinin neçə elementi var? 3. Burada neçə element var? 3. B-nin neçə elementi var uşaqlar? 5. Demək ki, burada neçə var? 2. Birləşmənin neçə elementi var? 7. 3, 2, 5. Demək ki, burada neçə var? 2. A-nın element sayı neçə oldu uşaqlar? 5. Yaxşı. Sıradakı A ilə B-nin birləşməsi yenə bu iştiqləmişsə tamamdır, doğru mu? Bərabərdir NA. NA-nı gördük, üstəgəl NB. NB-ni gördük. Bax, görürük ki, bu hissə 2 dəfə sayılır, düzdürmü? Ona görə bir dəfə onu nə edirik? Çıxırıq. NA plus NB çıxılsın, NA kəsişsin B. İndi görək nə deyir? Çox bəhs etdik, uşaqlar, bax, bloka gələn sual. NA-nı verib, neçə verib? 14. NB 17. Birləşmə 25. Biz deyir ki, birləşmə bərabərdir. NA üstəgəl NB çıxılsın kəsişmə. Kəsişməni istəyir də bizdən. Cavab nədir uşaqlar? 6. A və B çoxluqları üçün A ilə B-nin kəsişməsini verib. Neçədir A ilə B-nin kəsişməsi? Bu. A fərq B plus B fərqanı verib. Neçədir? 7. Bizdən nəyi soruşur? NA birləşsin B. İndi gəlsən, NA birləşsin B bilirik ki, bu plus bu, bir də plus budur da. Onda bu cəmi bilir. Bu cəm neçədir? 7. A ilə B-nin kəsişməsini də özümüz sayarıq da. Neçədir? 5 saat nə olacaq? 12. 13-cü sual 2024. Yazılışı anlamağa çalışır uşaqlar. Deyir, A çoxluğu nələrdən təşkil olunubdur? X-lərdən. Bu nə anlama gəlir? Etin! Yatmısan ürək? Hə? Gerizəkalı insan. Məqsədlər. Ani hissədən təşkil olunur. Hə. A X-lərdən təşkil olunur. Belə ki, mənim X 8-dən kiçik bərabər. Aferin. Belə ki, X-in modulu 8-dən kiçik bərabərdir və X necə ədəddir uşaqlar? Natural ədəddir. İndi X burada hansı şərtlər ödənir uşaqlar? A çoxluğunda nələrdən təşkil olunubdur? 1, 2, 3, 4, 5, 6, 7 və neçə? 8. İndi gələk B çoxluğuna. B çoxluğu nələrdən təşkil olunur? Bu Y olmalıdır uşaqlar. Y-lərdən belə ki, Y necə ədəddir? Natural və 3K plus 1 şəklindədir. Nə anlama gəlir ki, 3K plus 1 şəklindədir? 3-ə böləndə 1 qalığını verir. Onda kimlər var B çoxluğunda? Niyə 1 olmasın? 1-i 3-ə böləndə 1 qalığını vermir. Bəli. Diqqət edirsə, burada K özdə nəyə daxildir? Z-ə daxildir. Yəni K0 ola bilərmi? Ola bilər də K-ya 0 verəndə Y nəyə çevrilir? 1-ə. 1 naturaldır mı? Naturaldır. Şərt ödənirmi? Ödənir. Demək uşaqlar nə olacaqdır onda? 1, sonra 4, 7,
Sonra 10, 13 və s. Sonsuza qədər gedir də bu. Bizdən nə soruşur? A ilə B-nin kəsişməsi, yəni ortaq olanlar. Hansılardır? 1, 4 və 7. Neçə dənədir? 3 dənə. Bəli. Sualda nə deyir? Sırada. Deyir, A-B-nin alt çoxluğu olarsa, A-la B-nin kəsişməsi bizə nəyi verir? A-nı, birləşməsi nəyi verir? B-ni. Gəlin bunu müşahidə edək özümüz. Baxın, tutaq ki, A çoxluğu 1, 2, 1, 2 və B-dir. Tutaq ki, B çoxluğu da 1, 2, 3, A və B-dir. İndi diqqət edirsinizsə, A-B-nin alt çoxluğudur. Hardan bilirəm A-B-nin alt çoxluğudur? Çünki A-da olanların hamısı həm də hardadır? B-dədir. Onda nə olacaq A ilə B-nin kəsişməsi? Ortaq olanları seçəcəyim, düzdür? Ortaq olanlara baxın. 1 ortaqdırmı? 2 ortaqdırmı? B ortaqdırmı? Bəli. Demək ki, bu nəyi verəcək mənə? A-nı. A ilə B-nin birləşməsi nə olacaq? Birləşməyə baxıram. Birləşmədə mən nə edirdim? Böyük olanı götürürdüm da. 1, 3, 4, 1, 3 A-B-ni götürəcəm. Bəli. Əlavə edəcəyim bir element varmı? Yoxdur. Demək ki, birləşmə nəyi verəcəkdir elə? B-ni verəcəkdir. Bu ifadə nətər oxunur? A-nın B-yə tamamlayıcısı. Yəni A-da olub, B-də yox. A-ya nələri əlavə eləməliyəm ki, B-ni alım? Bax, A çoxluğu buradadır. A-nın B-yə tamamlayıcısı nə anlama gəlir? A-ya nələri əlavə eləməliyəm ki, B-ni alım? Nəyi əlavə eləməliyəm? 3-ü və nəyi? A-nı. Bir də 6. Yaxşı. Yenə baxın uşaqlar. Amma diqqət edirsə 2024-də çox gəlib ha. A-B-nin nəyidir deyir? Alt çoxluğudur. A ilə B-nin kəsişməsi bizə nəyi verir? 7-ni. Birləşməsi nəyi verir? 10-u. İndi A-B-nin alt çoxluğudursa, demək ki, A çoxluğu B çoxluğunun içindədir, doğru mu? Kəsişmə zaten nəyi verməlidir? A-nı. Demək ki, A-nın neçə elementi var? 7. Birləşmə nəyi verməlidir? B-ni. Demək, B-nin neçə elementi var? 10. 7-si burada olduğuna görə 3-ü buradadır. Bizə deyir ki, A-nın B-yə tamamlayıcısının element sayını tapın. O da neçə dənədir? 3 dənə. Və bu bayaq danışdığımızdır uşaqlar. A ilə B-nin birləşməsi, A birləşsin, B kəsişsin. Nə olar? A ilə B-ni əvvəlcə birləşdirir, sonra A ilə C-ni birləşdirir, sonra onları kəsişdirir. Bu tərəfdən A kəsişsin, B birləşsin. A ilə B-ni kəsişdirir, A ilə C-ni kəsişdirir, sonra onları uşaqlar birləşdirir. Görək nə deyir? A ilə B-nin birləşməsi neçə elementi var? Nə qəribə şeydir bu? 10. A ilə C-nin birləşməsi neçə elementi var? 12. Onda bu ifadəni gəlin açaq. Bu ifadə nə deyəcək ki? A birləşsin B, kəsişsin A birləşsin C. Deyir, bu çoxluğun element sayının ala biləcəyi ən böyük və ən kiçik qiymətləri cəmi. Deyin görün, burada bu ən çox neçə olar? 10. Niyə 10? Bəli, çünki bunun neçə elementi var? Bunun 10 dənə. Bunun neçə elementi var? Bunun 12 dənə. Biz deyirik ki, hamısı nə olsun? Eyni olsun. Bu 10 dənənin hamısı buradakına daxil olsun. Dolayısıyla ən çox neçə? Ən çox 10. Bəs ən az? Niyə 1 olduğunu düşünürsünüz? İndi diqqət edirsinizsə, burada da A var, burada da A var. Amma A orada bir çoxluq element deyil. Bu arada bunların kəsişməsi bizə nəyi verər ki? A ilə B-nin birləşməsinin, A ilə C-nin... Niyə 0 olması? Sıfır olabilir. Niyə A-da ən az bir element olmalıdır ki? Tutaq ki, bax, belə deyim. Tutaq ki, A-nın özü boş çoxluqdur. Tutaq ki. A ilə B-nin birləşməsi 10 olanmaz. Olar da B-nin 10 dənə elementi olar. A ilə B-nin birləşməsi nə eləyər? 10. A ilə C-nin birləşməsi 12 ola bilməz. Əlbəttə ola bilər. C-nin elə neçə dənə elementi olar? 12 dənə elementi olar, bu da olar 12. Və gətirib bu B-nin 10 dənə, onda bu A ilə B-nin birləşməsi elə nəyi verər? B-ni. A ilə C-nin birləşməsi nəyi verər? C-ni. Və B ilə C-nin də heç ortaq elementi olmaz. Kəsişmə onda nəyi verəcək? 0'ı da. Onda ən az neçədir? Narahat olmayın, ən az elə 0. Cavab nədir? 10. Niyə yoxdur? Şübhələndim. Bir dəqiqə, biraz da düşünək. Ən çox... Uşaqlar, mən bunu səhv açmışam baxın. Yox, düzdür, düzdür. A ilə B-nin birləşməsi ən çox? Bir dəqiqə, A ilə B-nin birləşməsi zaten 10 deyir. Hə, birləşmə, kəsişmə ən çox, yox, kəsişmə ən çox 10 olar, düzdür.
Yox, yox, sıxıntı yoxdur, bəli uşaqlar. Bunları birini 10 eləyək. Birini 10 eləyək. Hansını 10 eləyək? 32 eləyək ki burada. 32-ni 10 eləyək. Əgər ayla senin birləşməsini 10 kere atmışsan, Aha. ən böyük ayla Yox, bu çoxluğuna quzum, bu çoxluğuna bu çoxluğuna, yəni 10 dənə element olan bir çoxluğuna 12 dənə element olan bir çoxluğu sən kəsişdirirsən. Ən çox neçə element olar aldığın çoxluq? 10 olar da. Ən az nə olar? Heç ortaq element olmaz, 0 olar. Yoxsa nədir uşaqlar? 10. Bunun birini 10 eləyək. 22-ni 10 eləyək. Amma 22 də qəşəngdir, ondan 12-ni toplayırsan. 20-ni 10 eləyək. Hə, yaxşı. Yox, kənslər belə. Nətərdir? Çətin deyil. Asan deyil. Aydın oldu. Bəli. Məryəm xanım, orada bir dənə reklamı da çəkək. Qorxmaya düşməyəcəksən. Ay. Kaç olsun olsun da şarjat var. Nə yürü? Bunlar zaten böyle deyirlər tikan atır. Hə, nə deyirlər desinlər. Sən fikir vermə, ürək. Yadında saxla. Gereksiz eleştiri gizli hayranlıqdır. Deməli, gözəl insanlar. Çoxluq mövzusunun izahını verdik. Biz 33 gündə təkrar marafonunun 4-cü gününün video izahını çəkmişik. Bu suallar nədir? Bənövşəyi suallar qəbul imtahanlarında istifadə olunmuş və olunması ehtimal olunan suallara oxşar hazırlanmış suallardan ibarət PDF-dir. Belə, PDF əldə eləmək üçün nəysən baş. Bizə yalvar. Yorumlarda ağlayın. Çəlmirsiniz? Vermirəm. Biri yazır, kitabı satmıram. Niyə satmıram? Mənim deyil, satmıram. Saxlamamsa.